Tanınmış teleaparıcı Nərgiz Cəlilova Bakıda keçirilən moda gecəsində podiuma çıxıb. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilərin marağına səbəb olub. İzləyicilər Nərgiz Cəlilovanın necə də gənc göründüyünü qeyd ediblər. Biz də bu görüntüləri sizlərə təqdim edirik. Buyurun izləyin. Müğənni Gülben Ərgən anasını qocalar evində ziyarət edib. İfaçı anasını bura yerləşdirdiyi üçün tənqid olunub. Gülben görüntüləri paylaşaraq bunları yazıb. Çox şey yaşadıq biz ana-bala. Anam evlad acısının onda yaratdığı dağıntıdan heç vaxt çıxa bilmədi. Mən isə ona dünyaları verə bilmək üçün çırpındım. Nə üç nəvənin sevgisi, nə qızının uğurları, nə dünya malı, nə sevinclər, sürprizlər, gözəl xatirələr. Heç biri o boşluğu doldura bilmədi, o sızını dindirə bilmədi. Mənim haqqımda prokurorluğa şikayət edilməsinin səbəbi də budur. Elə buna görə deyirlər, sənə mi qalıb? Qarışma, mahnını oxu, işini gör, sus. Onlar içində susmayan fəryadı özümü saxlaya bilməməyimi anlaya bilməzlər. Necə anlasınlar ki, bunu yaşamayanlar? Allah heç kəsə, hətta düşmənimə belə evlad acısı yaşatmasın.